Assimilyasiya prosesi dünyanın bir çox yerlərində baş veribdir. Yəni demək olar ki, bütün xalqlar müəyyən bir dövrdə bu təhlükə ilə üzləşib və yaxud da uzun dövrlər bu təhlükə ilə mübarizə aparıb və yaxud da məğlub olubdur. Bəziləri isə hələ də mübarizə aparır, talışlar kimi. Amma assimiliyasiyanın da ciddi fərqləri var. Burada biz təbii və süni şəkildə yaradılmış assimiliyasiyadan söhbət edə bilərik. Təbii assimiliyasiya bir xalqın və yaxud da bir dövlətin öz mədəniyyətini tədricən itirməsi və beynəlxalq və yaxud da digər xalqın mədəniyyətinə adaptasiya olması prosesidir. Məsəl üçün biz Hollandiyada hal-hazırda təbii şəkildə assimiliyasiya prosesi görürük. Hollandlar öz dillərində danışmağı artıq tərcih etməyə başlayır tədricən. İngilis dili məşhurlaşmağa başlayır və Holland mədəniyyəti daha çox beynəlxalq bir mədəniyyətin bir hissəsi kimi görünməyə başlayır. Amma bu onların tamamilə mədəniyyətin məhv olması məsələsi deyil, sadəcə balans nisbəti dəyişir və bu təbii assimiliyasiyanın bir növüdür. Süni assimiliyasiya isə dövlətlər tərəfindən məcburi şəkildə silah gücünə və yaxud da propaganda gücü ilə aparılır. Bu proses əsasən Avrasiya məkanında 3 yerə ayrılıb. Bu Çində və Rusiyanın əhatəsi dairəsində ölkələrdə, postsovet ölkələrində və əsasən Avropada olubdur. Çin bizə çox uzaq mövzudur, bizə təsirləri olmayıb, yəni mən bu barədə danışmaq istəmirəm. Amma biz bu prosesi Avropada da görmüşük. Yəni məcburi assimiliyasiyadan söhbət gedir. Amma bu daha sivil yollarla aparılıb. Çünki Avropada milli dövlətlər yarandığı zaman kiçik mədəniyyətlər assimiliyasiya olmağa başlayıb. Amma bu heç də onların silahla qırdırılması, kiminsə həbs edilməsi üzərindən olmayıbdır. Sadəcə güclü mədəniyyət digər mədəniyyətləri üstələyib və üzə çıxıbdır və dövlət şəklinə gəlibdir. Məsəl üçün Fransanın özündə, Almaniyanın özündə onlarla dil var ki, onlarla mədəniyyət var ki, onlar bu mübarizədə məğlub olubdur. Onlardan yalnız biri hazırki dövlət dili səviyyəsinə gəlibdir və hazırki dövlətin siyasi xəttini müəyyənləşdirir. Amma Avropalılar heç də zəif qalmış xalqların mədəniyyət və dilini məhv etməyib, onları da qoruyurlar. Sadəcə onların siyasi prosesdə iştirak olunması artıq mümkün deyil. Azərbaycanda bu necə aparılıb? Xüsusən də talışlarla bağlı. Bu Rusiyanın, Sovetlər Birliyinin və Azərbaycanın siyasətləri nəticəsində baş verib. Və talışlara qarşı assimiliyasiya siyasəti zorakılıq və propaganda üzərində qurulub. Zorakılıq bundan ibarətdir ki, bizim ziyalılarımızı repressiya ediblər, öldürüblər, həmçinin həbs olunublar, hədə-qorxu gəlinir bu barədə danışanlara. Digəri isə propaganda vasitələrinin, yəni televiziya, radio və digər vasitələrlə talışlarda özünə qarşı nifrət, öz mədəniyyətini bəyənməmək, öz dilinə qarşı nifrət yaratmaq cəhdləridir ki, bunların da bəzən nəticələrini görə bilirik. Və bu proseslərlə necə mübarizə aparmalıyıq? Əvvəla onu qeyd edim ki, yəni burada bayaq unutduğum bir məsələ var. Assimiliyasiya prosesi hal-hazırda Azərbaycanda KGB-nin siyasi xətti ilə aparılır. Yəni KGB Sovetlər Birliyində necə işləyirdisə, assimiliyasiyaya qarşı Azərbaycan hökuməti hal-hazırda o cür işləyir. Və bunlardan ən bariz nümunə də və bizə ən çox təsir edən nümunə də Talış adının çəkilməməsidir. Məsəl üçün İlham Əliyevin çıxışlarına baxın, heç bir çıxışında Talış adı yoxdur. Və ya da Heydər Əliyevin çıxışlarına baxın, bir neçə dəfə Talışların adını qeyd edib. Bu da artıq məcbur olub. Yəni ki, burada artıq başqa yol yoxdur. Sən Talış deməyə məcbursan. Məsəl üçün Azərbaycanda bu hadisələr baş verdiyi vaxtda Əli Şiranla bağlı həmin vaxtı Talış adını çəkmişdi. Ondan bu yana dövlət prezidenti səviyyəsində biz Azərbaycanda Talış adının çəkildiyini görməmişik. Olmayıb. Və bunu nəyə görə etmirlər? Bu təkcə prezidentə mi aiddir? Yox, müxalif qüvvələrə baxan, onlar da KGB-nin bir hissəsi olduğuna görə həm Əli Kərimlisi olsun, İsa Qəmbəri olsun və yaxud da Real partiyasında Natiq Cəfərli və yaxud da Erkin Qədərli kimi insanlar olsun, bunlar hansı ki Rusiya tərəfindən idarə olunurlar hamısı. Bunlar
da eyni prosesi izləyirlər. Yəni onlar da KGB-dən gəlmiş, yəni Rusiya kəşfiyyatından gəlmiş bir ənənə ilə, bir göstərişlə hətta, yəni hazırda Rusiyadan alınan göstərişlə hərəkət edirlər Talışlara qarşı və onlar da ad çəkməkdən imtina edirlər. Məsəl üçün Erkin Qədirlinin bir çıxışını nümunə kimi göstərmək istəyirəm ki, bunlar necə yayınırlar bu söhbətdən. Meyxanadan söhbət eləyir və deyir ki, meyxananı daha çox Bakının kəndlərində yaşayan toplum xoşlayır. İfadəyə baxın, Bakının kəndlərində yaşayan toplum. Yəni bu nə ifadədir? Və Azərbaycanın cənubunda yaşayan xalq. Görürsünüzmü? Yəni Bakının kəndlərində yaşayan toplum və Azərbaycanın cənubunda yaşayan xalq. Yəni nə tat adını çəkmək istəyir bu adam? Yəni tat adı tutam ki, unudulubdur. Belə deyək, bir qədər artıq çox böyük bir assimilyasiya uğrayıblar, amma burada dağlı söhbəti var, burada Bakılı söhbəti var. Yəni nəyə görə sən Bakılı və dağlı deməkdən çəkinirsən? Çünki bu da tatlarla əlaqəli bir mövzudur. Bakılı və dağlı ifadələri tatların toplumundan gəlib. Bundan da qorxurlar və Talışlarla bağlı isə açıq-aşkar, yəni bu cənubda yaşayan xalq, yəni cənubda yaşayan xalqın adı var, Erkin Qədirli. Bu Talışdır. Və bəs bunu nəyə görə edirlər? Çünki bu mövzu kontekstinin yaradılmasına qarşıdır. Xüsusən də bu düzdür, Sovet dövründə başlamış bir şeydir, amma xüsusən də Azərbaycanın hazırki müstəqillik dövründə internet məşhurlaşdığına görə burada bu kontent axtarış sistemləri tərəfindən asanlıqla görünə bilir və bu məsələlər gündəmdə saxlayır. Məsəl üçün Erkin Qədirli orada desə ki, Talış bu daha çox insanlarda ajitaş yaradacaq, bu adam maraq yaradacaq. Amma cənubda yaşayan xalq bu artıq bizdən məsələni qoparmış olur. Bəs biz bu məsələlərdə nə etməliyik? Yəni bunlarla necə bacarmaq lazımdır? İlk olaraq onu deyim ki, bizim ən böyük səhvimiz bizim öz gücümüzü başa düşməməyimizdir. Yəni Talışlara daim belə bir düşüncə yeridilib ki, Talışlar 5-10 nəfərdən ibarətdir Azərbaycanda, 2-3 nəfərdir. Onların da biri İrana işləyir, o birisi Rusiyaya işləyir. O birisilər də ortada nə bilim gəzir də belə Azərbaycanda şəhid ortaya gətirirlər, Qarabağ bunda ölmək üçün yaradılıblar. Yəni bu tipdə Talış tipi yaradılıbdır və bu Talışlara da bu cür tətbiq edilibdir. Bunlar təbii ki, Rusiyanın, Türkiyənin və digər xüsusi xidmət orqanlarının gücü ilə olub. Bu Azərbaycandakı bu üstdə olan Yeraz Naxçıvanların başı üçün deyil belə bir sistem yaratmaq bizə qarşı. Bunlar Türkiyənin, Rusiyanın gücü ilə bunu ediblər və bizə qarşı siyasi texnologiyalardan istifadə ediblər. Bəs biz nə etmişik? Biz öz gücümüzü başa düşə bilməmişik. Talışlar 2 milyonluq bir gücdür. Bizim nə İlham Əliyevdən, nə bunun Erkin Qədirlisi olsun, İsa Qəmbər olsun, Əli Kərmisindən nə isə gözləməyimizə ehtiyac yoxdur. Özümüz məsələləri məşhurlaşdıra bilərik, özümüz kontent yarada bilərik, özümüz bu məsələləri gündəlik müzakirə edə bilərik və sonda onlar da məcbur olacaq bundan danışmağa, siyasi reallığı qavramağa. Çünki ancaq fikir verin, bunlar məsəl üçün Əli Kərəmli, İsa Qəmbər olsun bir neçə dəfə öz ifadələrində, xüsusən də son dövrlərdə Talış ifadəsinə yer veriblər. Nəyə görə? Çünki kontent yaranıb. Çünki internetdə çox güclü bir kontent var Talışlar tərəfindən, xüsusən də son 10 ildə və məcburdular artıq bunu etməyə və siyasi reallıqla barışmağa. Həmçinin baxın, Azərbaycandakı həm dövlət olsun, həm qərbdən maliyyələşən olsun media orqanları var. Bunlar da eyni qayda ilə, yəni onların da Talışlarla düzdür, o qədər də həngaməsi yoxdur. Avropalılar üçün maraqlı deyil Azərbaycanda kim gücü olacaq. Onlar üçün lazımdır ki, bir güclə hesablaşsınlar. Amma onlar da siyasi reallığı artıq nəzərə alıb Talış adını çəkməyə başlayırlar. Bəs özümüz bu kontenti necə yarada bilərik? Bu ən vacib mənə elə gəlir mövzulardan biridir. Bu kontentin yaradılmağı çox sadədir, çox sadə. Yəni
Bundan sadə bir şey yoxdur. Özü də talışlar həm yazmağı, həm danışmağı çox sevən bir xalqdır. Və mənə maraqlıdır ki, biz niyə bu cür səhvləri etmişik? Məsəl üçün, hər hansısa bir tarixçi deyək də, Azərbaycanda bu pulla alınmış tarixçilər var da, pulla diplom alan, dövlət tərəfindən öz nəzdində saxlanılan tarixçilər var. Yaqubludur, sonra nə bilim Altay Göyüşov da belədir. Yəni elə bilmirəm ki, onlar da müstəqil tarixçilərdir. Bu cür tarixçilər nə isə yazır, dırnaqarası tarixçilər. Sonra talışlar başlayır bunlara qarşı nə isə yazmağa. Məsəl üçün biri yazır ki, Talış xanlığı olmayıb, burada Lənkəran xanlığı olub. Talışlar ondan sonra başlayır, yo, bu yazıcı səhv elədi. Bu Talış xanlığı deməli idi. Belə insanlar bizim zəif nöqtələrimizi görmək üçün yaxşıdır. Yəni deyirlər bunu və biz görməliyik ki, bizim zəif nöqtəmiz nədir? Hakimiyyət bizim içimizdə hansı problemi görür, hansı problemi zəif görür və onun üstünə vurğu eləyir. Amma biz onların diskursu üzərindən mülahizə yürütməməliyik. Yəni biz gördük problem var. Məsəl üçün Lənkəran xanlığı deyir, amma burada Talış xanlığıdır. Düzdürmü? Bunlar açıq yalan danışır, özləri də bilir yalan danışır. Bunu, yəni isterikaya düşmək, burada hər hansısa bir əsəbi bir münasibət bəsləmək lazım deyil. Soyuq başdan ayrılırsınız bu mövzudan və gəlirsiniz. Biz nə etməliyik ki, Talış xanlığı barədə daha çox məlumat olsun, insanlar daha yaxşı qavrasın. Və biz nə etməliyik ki, bu insanların gözünü qorxuzaq. Yəni ki, elə mövzular yaradaq ki, bunlar bizə deyib dolaşmasın, bizim başımızı xarab eləməsinlər. Birinci mövzu odur, tarixçi oturacaq, bir bloq açacaq, bir YouTube açacaq, danışacaq, yazacaq. Hansı ki, bizdə çox zəifdir. Danışmaq barəsində yaxşıdırlar, amma bu planlı iş aparılmayıb. Amma Talış xanlığının tarixi barədə qısa bir məqalə tapmaq mümkün deyil, biabırçılıqdır. Yəni çox biabırçı bir nəticədir. Mən öz tarixçilərimizə deyərdim ki, bu barədə bir məqalə yazsınlar. Nə bilim WordPress var, Blogspot var, nə bilim Substack var. Müxtəlif bloqlar var ki, siz onu burada yazıb göstərə bilərsiniz. Və bunu hər hansısa bir filan tarixçi bizə Lənkəran dedi, bu doğru deyillə başlamayın. Belə şeylə başlamayın. Sərbəst, yəni özümüz yazmışıq öz tariximizdə fisyo. Biz kiminsə mülahizəsinə cavab vermirik. Biz özümüz öz mülahizəmizi ortaya qoyuruq. Qoy onlar gəlsin bizim kontekstə cavab verməyə başlasınlar. Bu birinci məsələ. İkinci məsələ, bunu deyən siyasi qruplar kimdir? Bunun arxasında kimlər dayanıb? Yeraz Naxçıvanlılardır və Rusiyada, Türkiyədə bu qrupların əsasən arxasında. Bunlar artıq bizim düşmən kütləmizdir. Yəni burada söhbət bu xalqlardan getmir. Yəni qətiyyən burada hər bir Yeraz Naxçıvanı pisləyirik. Sadə Yeraz Naxçıvanlar var ki, bizim dostumuzdur, bizim onlarla problemimiz yoxdur və yaxud da bizim türklərlə problemimiz yoxdur, ruslarla problemimiz yoxdur, amma bu dövlətlərin və ya da siyasi birliyin bizə qarşı bir düşmənçiliyi var və biz bunları hədəfə almalıyıq və onlara qarşı mövzular yaratmalıyıq. Onları vuracaq mövzular yaratmalıyıq. Bundan sonra onlar bizlə hesablaşmaya məcbur olacaqlar. Yəni bu iki paralel həyat vacibdir. Həmçinin digər məsələlər, dillə bağlı mən uzun illərdir bu dillə bağlı çox şey eşidirəm. Mən Talış dilini bilmirəm. Yəni mən Sumqayıtda böyümüşəm və Talış dilindən kənarda böyümüşəm. Bu kontekstin kənarda böyümüşəm və ilk dəfə Talış dilini mən 2009-2010-cu illərdə öyrənməyə cəhd başlamışam və mənə deyilən nə olub? Get Lerişdə 3 ay yaşa, ondan sonra Talış dilini öyrənəcəksən. Çox axmaq bir ifadə. Həqiqətən axmaqdır və mən hələ də belə bu insanlara qarşı əsəbiyəm. Nəyə görə? Bəlkə biri Lerişdə yaşamır, biri Moskvada yaşayır, biri ABŞ-da yaşayır, biri Avropada yaşayır, bəlkə birinin Lerişə getmək üçün imkanı yoxdur, işləyir. Bu insanın başqa problemləri var. Bu insan nə etməlidir? Yəni siz ingilis dilini öyrənəndə, siz fransız dilini öyrənəndə, rus dilini öyrənəndə gedirsiniz mütləq Rusiyada yaşamalısınız ki, bu dili öyrənəsiniz. Yəni bunu remote eləmək mümkün deyil. Bunun üçün kitablar yazmaq lazımdır. Biz çox böyük söhbətlər yaratmışıq. Azərbaycan bunu eləmədi, onu eləmədi. Yəni biz bilirik də Azərbaycanın məqsədi nədir. Nəyə görə özümüz kitablar yazmamışıq?
təkcə dil söhbəti getmir. Yəni dil kitabları yazılıb ya çox elmi səviyyədə yazılır, ya da ki belə anlaşılmaz bir dildə yazılıb. Mən söhbət eləyirəm ki, uşaqlar üçün bir kitab yaratmaq, yəni saylar, əvəzliklər, feillər, bir dənə xırda kitab. Məsəl üçün ilk dəfə talış söhbətinə girən adam baxsın ki, saymağı öyrənə bilsin, rəngləri öyrənə bilsin. Belə bir kitab yaratmaq 2x2 məsələsidir. Bunu bizdə edən olmayıbdı. Və çox biabırçı bir şeydir bu. İkinci məsələ isə ondan ibarətdir ki, biz hər bir sahədə talış dilini formalaşdırmalıyıq. Hər bir dərslikdə talış tarixi yazılmalıdır. Həmçinin bu dərslik səviyyəsində talış tarixi kitabı var. Mən oxumuşam o kitabı. Çox gözəl bir kitabdır. Çox sağ olsunlar əməklərinə görə kimin əməyi olubsa orada İranlılardan var idi. Daha çox amma burada dərslikdən söhbət gəlir. Yəni bir uşaq, bir gənc bunu necə oxuyacaq? Və daha sonra riyaziyyatın yazılmasıdır, digər fənlərin tətbiqidir və biz tədricən onlayn bir platforma yarada bilərik ki, məsəl üçün kimsə bir uşağını talış ruhunda böyütmək istəyir, Azərbaycanda yaşayır, uşağı dərsə gedə bilmir. Qardaş girəcək, onlayndır da hər şey, sayta PDF-in yükləyəcək bu kitabını, deyəcək ki, al uşağım oxu. İndi bu nə dərəcədə effektli olacaq? Uşaq buna necə maraqlı olacaq? Bu ayrı bir mövzudur. Yəni bunun da üstündə ayrıca işləmək lazımdır ki, bu insanlar üçün əlçatımlı və maraqlı olsun. Amma o kitabın varlığı, o PDF-in varlığı belə o uşağa bir ideoloji bir şuur verəcək. Yəni o kitabın olmaqçıdır ki, burada talış tarixi var. Bu özü bir vizyondur, onu oxumasa belə. Yəni o bəlkə də açacaq o kitabı və ya da kompüterdə açacaq, baxacaq 2-3 dənə şeyə, bağlayacaq, bir də oxumayacaq onu. Amma özü bir vizyondur ki, Azərbaycandakı bütün kitablar oxunur. Azərbaycanda bütün dərsliklər oxunurmu? Amma bir vizyondur, bir vizyon. Məsələn, uşaq bilir ki, Azərbaycan dili var, Azərbaycanda riyaziyyat var, tarix var. Amma sual versəz ki, filan hadisə nə vaxt baş verib, heç nə bilməyəcək. Və yaxud da Azərbaycanda hansı hadisələr o yüzlədir, heç nə bilməyəcək. Amma o vizyonu beynində daşıyacaq. Burada da məsələ vizyon məsələsidir. Yəni qətiyyən o uşaq götürməlidir, o kitabın hər sözünü bilməlidir. Belə bir söhbət yoxdur. Yəni özünüzü bu qədər ifrat dərəcəyə yükləməyin. Digər məsələ isə qısa videoların çəkilməsidir. Yəni burada da talış dərslikləri məsələsi, talışlara aid rəqəmlər və planlı şəkildə aparılsın. Bu müxtəlif dövrlərdə insanlar tərəfindən başlanılıb, sonra dayandırılır, dayandırılır və çox plansız şəkildədir. Məsələn, planlı şəkildə bir kanal açmaq olar ki, orada rəqəmlər olsun, talışca rənglər olsun, ən belə sadə informasiyalar olsun ki, ilk tanışlığı başlayan adamda bir vizyona yansın, bir gözü ilə görə bilsin ki, burada nə var, nə yox. Məqalələr də yazılmalıdır. Bu da öz yerində. Həmçinin talışlara aid tarixi məsələlərin qısa sujetləri olmalıdır. Bunun üçün böyük imkanlarımız var. Mən bunun bir neçəsini eləmişəm, amma tam da gücüm çatmır. Çünki burada həm informasiya almalısan, həm nəyisə yazmalısan, yazılanı da hamı bəyənmir. Məsələn, bir tarixçidən bizə kömək istəyirəm. Sənə bəlkə də 6-10 dəqiqəlik səs göndərir, amma suallarının heç biri o səslə cavablandırılmır və sənə yazılı, normal qısa informasiya da verə bilmir. Bizdə bu kommunikasiya problemi çox bəlalıdır. İnsanlar daha qısa danışmağa maraqlı olmalıdır məncə. Çünki məsəl üçün bizdə gözəl tarixçilər var. Tarixçi gözəl bilən insanlar var, amma onlardan bilik almaq, onlardan məlumat almaq çox həngamə məsələdir. Çox həngamə məsələdir və bunu mən public deyirəm, çünki hamısı da eşitsin. Bunu qısa şəkildə, məsəl üçün talış tarixi nə olubdu? Götürüb yazmaq lazımdır. Bir məqalə, 2 səhifəlik məqalə nə vaxt yaranıbdı? Bunun xanları kim olubdu? Bu niyə dağılıbdı? Hansı dövlətlərlə müharibə aparıbdı? Çox dərinə getməyin. Tarixi reallıq nədir? Qısa faktlarla. Yəni bunun nə var ki yazmaq? Bunu niyə yazmırsınız? Yəni bu niyə aparılmır? Və digər məsələ də artıq bunlar yazıldıqdan sonra, yəni bu məsələlər edildikdən sonra ortada bir proses yaradacaq. Çünki talışların içində o qədər gənclər var ki, bir informasiyaya açdı. Yəni bu adam Google-a açır, talışlar barədə informasiya yoxdur. Bu adam YouTube-u açır, görür ki 2 saatlıq bir dənə verilişdə oturub ona qulaq asası deyil. Yəni 2 dəqiqəlik, 1 dəqiqəlik nələrsə hazırlayın.
Mən özüm də misal üçün burada danışıram, sonra bunu hissələrə bölürəm ki, insanlara daha çatımlı olsun. Misal üçün Google-da axtarış verəndə bu mövzular daha çatımlı olsun. Özümün bir neçə bloqu var ki, orada qısa məqalələr paylaşıram. Təbii ki, bunların hamısı mənim bilgim və gücüm çatmır. Yəni tarixi məsələlərdir ki, getdikcə gedirsən içərisinə, amma müəyyən qədər bacardığımı etmişəm və bunu talış tarixçiləri də edə bilər. Heç tarixçi olmağa ehtiyac yoxdur. Yəni xırda həvəskar insanlar da öz işindən kəsib, öz vaxtından biraz gündəlik 5-10 dəqiqə kəsib bunu edə bilərlər. Əsas bu özəyin yaranmasıdır. Yəni bu skeleti ki yaratdıq, ondan sonra bunun ətə cana gəlməsi artıq bir proses olacaq. Əsas olan, yenə deyirəm, bir insanın, yəni talış mövzusu ilə tanış olan bir insanın internetə girib bir mövzu tapmasıdır. Yəni talış yazanda internetə, Google-a ancaq axmaq informasiyalar, hökumət propagandasının informasiyaları gəlir. Yəni report nə yazıb, filan kəs nə yazıb, o nə yazıb, talışın birini nə bilim Rus agenti çıxardılar, birini İran agenti çıxardılar, axmaq söhbətlər ortaya atırlar. Və bizim mədəniyyətimiz, bizim tariximiz haqqında heç bir informasiya yoxdur, heç bir PDF yoxdur, heç bir normal video yoxdur. Çəkilən videolar da həddən artıq uzundur, dinləmək olmur, qarışıqdır və həmçinin də açar sözlərdən az istifadə olunur, hashtaglardan az istifadə olunur. Yəni biz bu məsələnin özəyini qurmalıyıq və bunun üçün də yetərli qədər gücümüz var. Talışlara da baxırsan, hər yanda fəaldılar. WhatsApp qruplarında, Facebookda, orada, burada. Amma plansız iş getdiyinə görə, yəni bayaq vurğuladığım məsələlərdə düzgün hərəkət etmədiyimizə görə bu prosesdə biz uduzuruq. Bizim udmağımız isə çox sadə bir prosesdir. Dediyim məsələləri edin. Mən sizə deyirəm, 1-2 ildən sonra görün hansı ajotaj yaranır Azərbaycanda, hansı proses yaranır Azərbaycanda.